Bəs siz bilirdinizmi? İndi dinləyəcəyiniz əhvalat dünyanın bir çox nöqtəsində qeydə alınıb. Əgər sənin də başına gəlibsə, kommentdə bildirməyi unutma. Əgər siz kilsədə, muzeydə və ya qədimliyi ilə seçilən sakit bir binada olarkən bir fiqurun diz çöktüyünü görsəniz, yaxınlaşmayın. Bu insan deyil. Bu anomaliya nömrə 212-dir, adı diz çökən. Təhlükə səviyyəsi 7-10. Bu varlıq diz çökmüş bir insan kimi görünür. Geyimi köhnə dövrlərə aiddir, sanki dua edir ya da peşmandır. Ancaq o, yalnız orqan musiqisi səslənmiş və ya bir vaxtlar dəfn mərasimləri keçirilmiş məkanlarda görünür. Təlimat. Birinci addım. Heç vaxt ona müraciət etməyin. Hətta sizinlə danışsa belə, səsi ölmüş yaxınlarınızın səsi olacaq. Bu bir tələdir. İkinci addım. Əgər o, divara tərəf çevrilibsə, arxasından yaxınlaşmayın. Öz başına çevrilərsə, qaçın. Üçüncü addım. Onun yanında diz çöküb dayanmayın. Əgər siz də diz çökərsinizsə, o ayağa qalxacaq. O zaman heç kim onu dayandıra bilməyəcək. Dördüncü addım. Anomaliya zonasını tərk etmək üçün ona arxanızı çevirməyin və uca səslə bir dua oxuyun. Bu onu müvəqqəti şəkildə saxlayacaq. Əgər siz anomaliya nömrə 212 ilə təmasdan sağ çıxmısınızsa, deməli sizi şanslı insanları siyahısında hesab etmək olar.